Goranboyda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirildi. Tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhər dövlətləri, ictimai fəallar və rayon ictimaiyyəti nümayəndələri iştirak etdilər. Tədbir çərçivəsində uşaqların hazırladığı musiqi və rəqs nümunələri nümayiş etdirildi, onların əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Eyni zamanda müxtəlif bədii səhnələr, şeirlər və idmançıların təqdim etdiyi idman nümunələri iştirakçılar tərəfindən maraqla izlənildi. Bayram tədbiri uşaqlara xoş ovqat bəxş edərək iştirakçılar tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandı. Gəlin evləri sarı, qırmızı, göy rəngi boyayaq. Gəlir, bəli, plasmas material gəlir məktəblərə.